Məşhur Rusiyalı şoumen Maksim Galkin konsert proqramları üçün hazırladığı texniki və məişət tələblərindən ibarət Rider ilə diqqət çəkib. Aktyorun təşkilatçılar üçün hazırladığı sənəd RIA Novostinin əldə etdiyi məlumatlarda yer alıb. Galkinin kulis otağına ətli, kələmli və kartoflu piroqlar, mal dilindən doğrama, qurabiyə, həmçinin xrem və xardal qoyulmalıdır. Sənətçi ət, pendir və meyvə boşqabları, isti yeməklər, 1 litr təbii giləmeyvə və İtaliya, İspaniya və Fransanın yüksək milli kateqoriyalarından bir şüşə ağ yarımquru şərab da tələb edib. Onun texniki tələbləri arasında saç düzləşdiricisi, tibbi maskalar, konyak üçün bakal və ayaqqabı dəyişmək üçün yeni xalça da yer alıb. Riderə əsasən Galkin və 4 nəfərlik komandası üçün uçuş da təşkil olunmalıdır. Sənətçi üçün 2 birinci, 2 isə ekonom sinif bilet nəzərdə tutulub. Aeroportda Galkini və komandasını təhlükəsizlik əməkdaşları və bagaj daşıyanlar qarşılamalıdır. Aktyorun transferi yüksək komfortlu avtomobillə təmin edilməli, qalacağı otel isə 5 ulduzlu və şəhərin ən yaxşısı olmalıdır. Bundan başqa Galkin və komandasının ölkədə olduğu hər gün üçün ümumilikdə $1000 və ya avro məbləğində gündəlik xərc tələb olunur. Qeyd edək ki, Maksim Galkin 2022-ci ildən etibarən əsasən xarici ölkələrdə çıxış edir.